Hazırda gördüyünüz bu prosedur qısaca yağ lazeri adlanır. Bu lazeri ən çox linzanın arxasında yaranan bulanıqlıq səbəbindən icra edirik. Bizə ən çox verilən suallardan biri olan ucuz linza taxıldığı üçün belə oldu sualına cavab vermək istəyirəm. Öncəliklə bunu dəqiqləşdirək. Bu bulanıqlıq linzanın özündə deyil, arxa kapsül adlandırdığımız təbəqədə əmələ gəlir. Pasiyentin yaşından, şəkərli diabet kimi yanaşı xəstəliklərdən, əməliyyat zamanı texniki faktorlardan, eləcə də linzanın quruluş və material özəlliklərindən asılı olaraq yarana bilər. Yəni burada məsələ linzanın ucuz və ya bahalı olması deyil, onun texniki xüsusiyyətləridir. Ancaq bir həqiqət də var ki, ucuz linza adlandırdığımız məhsulların bir çoxunda bu texniki özəlliklər kifayət qədər yaxşı olmadığı üçün bu bulanıqlıq nisbətən daha çox görülə bilir. Sonda isə onu qeyd edim ki, yağ lazer qorxulacaq bir əməliyyat deyil, qısa müddətdə icra olunan, görmənin yenidən aydınlaşmasına kömək edən effektiv bir prosedurdur.